Mahir abi, hoş gördük. Hoş gelmişsiniz. Gələnləriniz var olsun. Hoş gördük sizi. Sizi tanıyanlar tanıyır, Kəlbəcərlər qismən tanıyırlar. İstəyirəm ümumi tamaşaçılarımız üçün özünüzü təqdim edəsiniz. Mən Məmmədov Mahir Məhəmmədoğlu, Kəlbəcərlərin Adıxan kəndindən adam olmuşam. Həddi buluğa çatandan sonra Sovet ordusuna xidmətdə daxil olmuşam. Orada xidmətimi tamamlamış, gəlib Azərbaycan ordusu Kəlbəcərlərin öz müdafiə batalyonuna xidmətə başlamışam. Kəlbəcərdə uşaqlıq və gənclik illərinizi necə keçib? Ən çox nəyi xatırlarsınız? Kəlbəcərdə bizim kənd Qayalıq bir kənddir. O Qayalıqlarda kənd adamı olmuşuq, heyvanımız adımız olub. O qayalarda heyvancad otarmışıq. Uşaqlarla çox şırtaqlıq günlərimiz keçib. Belə yadda qalan maraqlı bir hadisə olmayıb uşaqlıqda? Çox maraqları olubdur. Əsas elə bir ki, uşaqlığın anadan olduğu yer gözəl bir yerdir, vətəndir. Ona görə də ki, yəni oraları unutmaq qeyri-mümkündür. Zaman o gözümüzü açanda ilk qədəmimizi qoyduğumuz kənddir. Kəndin hər bir qarışı bizim üçün əzizdir, gözəldir. Yəni, buranı unutmamaq olmaz. Mahir, Kəlbəcər rayon öz müdafiə batalyonu yarandığı gündən Kəlbəcərin uğrunda döyüşlərdə iştirak eləmişsiniz. İstəyirəm bu haqda bizim tamaşaçılara məlumat verəsiniz, danışasınız. Necə oldu? Siz Rusiyadan Azərbaycana gəldiniz. Sovet ordusu dağılandan sonra biz orada təxris olunmamış gəldik. Azərbaycan ordusuna daxil olduq. Orada başladıq xidmətimizi davam eləməyə. Ağdərə döyüşlərində, Laçın döyüşlərində Rusiyadan təxris olmamış gəldiniz. Olmamış gəldim. Yəni öz başına tərk edəniz həbsini. Birbaşa Kəlbəcərə gəldim. Birbaşa Kəlbəcərə gəldim. Kəlbəcər özünün müdafiə batalyonu. Özüm müdafiə batalyonuna gəldim. Orada xidmətimi davam elədim. Kim idi batalyon komandanı? Asif idi bir batalyon komandirimiz. Məmmədov Nizami də komendant idi. O bir batalyonu idarə edirdi. Ağdavan döyüşləri oldu. Ağdavandan sonra Mərcimək döyüşləri, Narışlar döyüşlərində iştirak elədik. Mən yaralandım Mərcimək kəndində. 92-ci ilin mayın axırı, iyulun əvvəli idi. Xəstəxanada yatandan sonra, bir aydan sonra təzədən elə yaralı vəziyyətdə Ağdərəyə hücum olundu. Ağdərə Həsəniz istiqamətinə gələn döyüşlərdə iştirak elədik. 92-ci ildə. 92-ci ildə. Ondan sonra oranı təhvil verdik Gəncə batalyonuna, bizi göndərdilər Laçına, getdik Laçına işğaldan azad elədik. Laçın hansı kəndlərdən? Hansı kəndlərdə olur? Ərikli, Zavod, Bülöylü, Əliqulu, Pircahan, Mişni, bu istiqamətlərdə biz hərəkət edirdik. Hoçaz dağı, orada güclü döyüşlərimiz getdi, yaxşı fəaliyyətlərimiz oldu. Sonra 93-cü ildə bizə komanda verdilər, Kəlbəcərə çıxdıq. Gəldik Kəlbəcər batalyon cəmaatı işğal, kolon şəklində gözləyir ki, rayonu tərk eləsinlər. Köçürlər. Köçürlər. Xəbərimiz yox idi bizim Kəlbəcər çıxışından. Belə, sonra qayıt bir neçə dəfə getdik, kömək elədik, uşaqlardan kömək elədik, gətirdik Kəlbəcərə. Sonra qoymadılar ki, yollar bağlandı. Axırıncı tuneldən biz keçdik. Bizdən sonra gələn cəmaatımız orada ermənilər tərəfindən mühasirəyə düşdülər. Orada şəhidlərimiz də oldu, mülki şəhidlərimiz də oldu. Kimləri arxaya qaçdı, Nadirxanlı tərəfə açdılar, gəldilər. Belə özlərini xilas edənlər də oldu. Sonra bizi də daradılar ki, çıxın buradan Kəlbəcər verildi. Biz də çıxdıq, gəldik. Cəmaatla bərabər gəldik Murovda. Mahir, bir növ elə bir komandan olmadı da, belə deyək. Belə komandan yox idi. Biz özümüz bölünmüşdük. Özümüz özümüzə qərar verirdik. Biz 45 nəfər Kəlbəcər uşaqları bir yerdə döyüşdəydik. Orada biz bir dəstə bir yana çıxdı gəldi, bir dəstə bir yana çıxdı gəldi. Biz axırıncı 12 nəfər 3 dənə qrat, 2 dənə də onun partovoy maşınları ilə bir yerdə
cəmaatla barabar komanda verdilər, biz də çıxdıq, gəldik. Gəldik Murov ətəyində, Zəli gölündə məskunlaşdıq. Mahir, doğma yurdu tərk eləmək necə təsir bağışladı sənə? Çox pis təsir bağışladı. Çünki orada uşaqlığımız böyüdüyümüzə görə, böyüyənə kimi Kəlbəzərdə öz yerimizdə, yurdumuzda bilirdik ki, dolanışıq nə ilə bağlı, yəni dolana bilərik, nə istifadə edə bilərik. Bu cürə istiqamətlənmişdik. Biz qaşqın düşəndən, köçkün düşəndən gəldik burada təmiz istiqamətimizi də itirdik. Gələcək günlər üçün nəsə bir şey götür-qoy edə bilmədik. Elə ömrüm elə hərbi xidmətdə keçib mənim. Bu kənddə məskunlaşdıq, bu kənddən də heç yana getmədik ki, bugün qayıdarıq, sabah qayıdarıq. Elə də, elə bu günə qədər də Buraya yaxın kəndə köçmüşsünüz. Elə bu kənddə də məskunlaşmışıq müvəqqəti. İndi də Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, veteranlarımıza can sağlığı versin. Allah Ali Baş Komandamızı qorusun. Şəhid ailələrinə dəstəyi güclüdür, qazilərimizə güclü dəstəkləri var. Mahir, Allah rəhmət eləsin. Ölənlərimizə Sənin oğlun İsmail hamımızın yolunda şəhid oldu. İlk əskərini daxili qoşunda xidmətini çəkib. Ondan sonra gəldi bura. Burada həm idmana meyilli uşaq idi, idmançı idi, həm də oxumaq meylində var idi. Əskəriyə gələndən sonra dedim, gəl sənin bir-iki dənə müəllimlə tanış eləyək, hazırlaş, kursa gir, instituta işini ver. Dedi, yox, sən nə yolla gedirsənsə, mən də o yolla gedəcəm. Hərbiçi olacam. Nə qədər elədiyim mümkün olmadı. Nə qədər qorudum, bir il yarım mümkün olmadı. Getdi, hərbi sistemi seçdi. Getdi təlim-tədris mərkəzinə, orada gizir kursunu keçdi. Sonra oradan təyinatını verdilər Seyfəli Şəmkir Korpusuna 379 Həmlə taburuna, tam komandiri vəzifəsinə təyin elədilər. Çox təlimlərdə yaxşı fəaliyyət göstərmişdi. Mən tərifləməklə indi oğlumdur deyə demirəm. Yəni az bir müddətdə şəxsiyyət arasında yaxşı nüfuzlar qazanmışdı. Aprel döyüşlərində iştirak elədi. Tez-tez bu Murov ətəyinə, Murov dağa təlimə gəlirdilər. Onlar dağ piyada qoşunu idi deyə ən çox onları dağlara yönəldirdilər ki, qocanları bərkisin. O 44 günlük müharibədə İsmailin Murov dağına gəlməyini, onların həmlə qrupunun Murov dağında olmağın xəbərini necə eşitdiniz? Özüm hərbidə idim. Özüm də bu Ensaylı hərbi hissədən Murov dağında xidmət edirdim. Belə əlaqəm var idi. Belə gəldi, bugün sabah dedi, təlimə gəlmişik. Az bir müddətdə dedi, nəsə olmalıdır. Və onları bu Murov dağına, bu Camış canavar postuna, Elşən postu var, Ömər postu var. Bunlar ilk döyüş başlayan 27-si günündən o postları götürdülər. 2 dəfə, 3 dəfə o postları götürdülər, elə bil onları əvəz edən olmadı. Təzəmə qayıtdılar bir də belə-belə. Ayın 1-i günü ermənilər tərəfindən minamyot mərmisindən şəhid olmuşdu. Onun tam komandirləri ilə bu Toğanalı kəndində, hərbi hissədə görüşdüm. O yaralıydı. O qayıtdı ki, sənin oğlun şəhid oldu.
Ateşkəsdən sonra qaldı neytralda, götürə bilmədik. 76-cı günü götürdük, torpağa təpildik. Oğuzun qəhrəmanlığı siz üçün nə ifadə edir? Oğlunun qəhrəmanlığı bizim baş uzağımızdır. Bizi belə Azərbaycana tanıtdı. Vətən yolunda gedirdi. O hamı üçün gedirdi. O qara ləkəni alnımızdan təmizləyirdi. Bütün xalqın başını ucu edirdilər. Bizi ölənə qədər onlara borcluyuq. Onların ruhu qarşısında mən baş əyirəm. Mahir, Kəlbəcərin azad olma xəbərini hamımız kimi sən də yəqin ki... Bəli, mən hərbiçi idim. Yəni, özüm xidmətdə olmuşam. Sən bizdən qabaq işlərdin. Mən hamıdan qabaq mən eşitmişəm. Yəni, hamı kimi mən də bir vətəndaş kimi qürur duyuram. Torpağımız, kəndimiz, elimiz azad oldu. İlk hara getdin gedəndə Kəlbəcərə? İlk ata evimizə getdik. Nədir xanıya? Bəli. Nə təsviratlar arandı? Getdik, o uşaqlıq günlərim yadıma düşdü. O qapı baca, həminki qapı baca yoxdur. Təmiz məhv eləyiblər. Yaxşı bar ağaclarımız var idi. Danışmaqla ifadə eləməyimiz heç vaxt düz gələ bilmir. Hər kəsin öz ürəyində, öz qəlbində bir his var. Bizim orada böyük boya çatdığımız məskən var. Bax, o məskən sənin üçün nə anlam daşıyır? Məskən böyüklərimi, valideynlərimi, bugünkü günü valideynlərim yoxdur, özümüz valideynik. Yarı yaşı keçmişik. İndən belə də nə bilim, nə kimi hissiyyətimiz olar olmaya, onun insan ömrü yetir, yetmir, onu biz deyə bilməyə hamısı Allah əlində, Allahın işidir. Mahir, cəbhə yoldaşlarından görüşürsən? Görüşürəm. Elə birdən də yığılırıq bir Adlarını yer. çəkə bilərsən? Çəkərəm. Əyyub Ələsgərov, Bakir Ələsgərov, Tağı var. Çoxdur əskər, hamısından da ünsiyyətim var, komandirimiz var. Yusubov Qasım, Aramdar, İnşaat, Hikmət, çoxdur, əskər yoldaşlarım çoxdur. Hamısından da əlaqə saxlayırıq. Təzədə var, köndü. Sarıdaş yol qalmışdı, gəlmişsən ayaqla. Hə, gəlmişəm. Oralarda o qədər heyvan otarmışıq ki, belə də ki, həm sərhəd kəndlərdir də. Bir-birindən əlaqələri vardı. Meşə yolu, dağ yolu. O qayalar çox... Bir dəfə mən də gəlmişəm o yolu. O çox çətinliklə keçilmiş bir yollardır. Elə rahat yollar da deyil. Amma biz oranı elə bil ki, adi bir düzən yollar kimi
hərəkət eləmişik oralarla. İndi bugünkü günü oraları yarıb qaz çəkiblər, durba aparıblar. Heç xəyala gələsi bir şey deyil ki, yəni ora texnika çıxardı. Var ədəbiyyatdan aran nətərdir? Kəlbəcəri olsun, şeir bilməsin, biraz Yox, şeirdən aran nətərdir? şeirlə aram yaxşıdır. Elə bir yaddaşım yoxdur, belə yaddaşda saxlamağa. Allah ölənlərimizə rəhmət eləsin. Bu daim institutda oxuyanda bu Göygöl rayon sud ekspert işləyirdi. Bu soruşurlar ki, sən hardansan, ovala yerlərini danışırlar. Deyir ki, Göyçə mahallanam. Qayıdır deyir ki, ya Göyçəli olasan, Aşqar Əsgərin yerisi olasan, sən şeir bilməyəsən. Deyir qardaş, onu bunu bilmirəm. Biz onu bilirəm ki, Aşqar Əsgər deyib, anam sağ qurban, ay sarı köy. Belə, yəni elə... Bir kuplətlər bilmirsən. Yox, Mən inanmıram ki, sən Bəhməndən Süzətdən bir kuplət... Yox, Bəhmən Süzət, onlar yəni belə tarixə əvəzsiz bir şairlər gəlibdilər. Onlar yeganə bir şairlərdir ki, onların dedikləri sözlər bəstələnməmiş elə muğamda, elə mahnılarda hamısı əzbərdən danışılır, deyilir. O zaman vaxtlarda zətdə çox şeylər zətlər demişik, olubdur. Amma bəzi hər bir, elə bir bu uşaq mənim həyatıma apardı. Yəni insanın arzuları var, arzuların içindən arzular çıxır. Hərənin bir arzuları var idi. Bizim də bir arzularımız, fikirlərimiz var idi. Bu belə bir iş olandan sonra hamısı pis oldu ki. Abi biz sənlə qürur duyuruq. Sənin kimi atalarla qürur duyuruq. Bizim qürur yerimizdir. Sizin oğlunuz bizim qürur yerimizdir. Biz sizlə, onunla fəxr edirik. Sağ olun, var olun. Allah sizi saxlasın. Özüm belə humoristik suallar verirəm ki, biraz könlünüz açılsın. Vətən sevgisi evlada evdən aşınmalıdır, yoxsa məktəbdən aşınmalıdır? Evdən, məktəbdən də, evdən də, valideyndən də. Mənim balalarım, mən hərbiçi olduğuma görə vətənpərvər böyüyürdülər. 2 qız övladım var. Onlar da həmçinin o cürə. Məktəblərdə inşa yazanda, imla yazanda hamısı vətənlə bağlı inşanı, imlanı izah edirdilər, yazırdılar. Ki bizim atamız hərbiçidir, vətən keşiyindədir. Siz örnək olmuşsunuz evlatlarına? Mən bəli, evlatlarıma örnək olmuşam. O cürə də böyüyüklər. Bizim gənclərə arzuluyorsunuz ki, yəni vətən sevmək lazımdır. Bəli, bəli. Azərbaycan gözəl vətəndir. Azərbaycanın əvəzi olmayan ikinci bir yeri yox. Olmuşam, Rusiyada da olmuşam, Gürcüstanda da olmuşam. Yəni Azərbaycanın əvəzini verən ikinci bir ölkə, torpaq mən bilmirəm. Vətən sevdikcə gözəlləşir. Bəli.